İnnel Huseyn misbahul huda və səfinətun nəca. Allah da öz ərşini bu cümlə ilə bəzəyib. Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Hüseyn bizə həyat bəxş edir. İmam Hüseyn əleyhissalam bizə həyat verir. Onun qəbrinə yaxınlaşanda, onun məclisinə gələndə hiss edirsən ki, vücudun həmişə sakit qalan hissəsi işə düşdü. Elə bil ki, dirilirsən. Bir şeyə su verərsən, yavaş-yavaş o bəzi göstəriləri yavaş-yavaş gül çiçəkləndi. İmam Hüseyn bax belədir. İmam Hüseyn bax bu şəkildə, belədir. Dirildir insanı. Ölünü dirildir. Ona yaxınlaşanda həyat verir. O bizim nəfəsimizdir, həyatımızdır. Mərsiyədə var həyatımız Hüseyn, həqiqətən də. Onda həyat vermə gücü var. Səhabələr onunla dirilmişdilər. Sahabələr onunla nəfəs alırdılar. Ona görə İmam Hüseyn dedi ki, gedin, heç bir yerindən tərpənmədi. Dedilər, hara gedək, nəfəsimiz sənsən, nəfəsimiz kəsilsin. Allaha and olsun, şişirtmirəm, heç nəyə. İmam Hüseyin dedi ki, mənə sizin qalmağınızın faydası yoxdur, gedin. Dedilər, nəfəsimiz kəsilir, yaşaya bil. Sən bizə həyatı verdin və sənin yanında diriyik. Biz səndən uzaqlaşacaq, ölü kimi, diriləndən sonra ölümü kim qəbul eləyər? Bizi sən diriltmisən. Durdular, Aşura gecəsinin söhbətidir bu. Dedi, 100 canım olsa, biri dedi, 100 dəfə dirilsəm, ölsəm. Bütün cənazəmi yandırsalar, təzdən öldürsələr, təzdən yandırsalar, 100 dəfə bu hal təkrar olsa, mən səndən əl çəkmərəm. Çünki həyatı daddırdı onlara İmam Hüseyin. Həyat nədir, onu onlara hiss elətdirdi. Yaşadılar İmam Hüseynin yanında. Mən indi sizə müraciət edirəm ki, siz bura nə üçün gəlmişsiniz? Necə gəlmişsiniz? Bax, səhərdən dayanıblar, mən baxıram, deyirəm, insan 2 saat bayırda dayanıb, qışını da görmüşük biz bunun. Allah'ın da olsun ki, qardan yol getmək olmurdu. Cəmaat gəlib dayanırdı orada dona-dona. Təbliğatla kim gəlib bura? Vallah, mən nə təbliğat olunub? Nə təbliğat olunub, nə vadar eləyir? Ona görə ki, nəfəs alırıq, burada nəfəs. İmam Hüseyin dirildir bizi. O həyatın keyfi o qədər şiddətlidir ki, zərrəsini bizə daddırır və bizi dəvət eləyir öz məclisinə. Görəsən, dərdinə dəyə bilər, yox, başqa mövzudur. Mən özümü layiq bilmirəm. Ləyaqətim yoxdur ki, ona nəsə bir xidmətim olsun. And olsun Allaha da, Allaha and olsun deyirəm, təvazökarlıq üçün demirəm. Ləyaqət görmürəm. Mən bilmirəm, məndən nə xeyir dəyər ona. Nəyim? Bir sahabəsi var idi, İmam Hüseynin Küfədə yaşayırdı. Ayaqları şikəst idi. Eşitdi İmam Hüseyin Kərbəlaya gəlir, deyirlər ki, gecələr yol gəlir, qoymurdular, casus qoymuşdular yollara ki, getməsin cəmaat. Gecələr yol gedirdi, necə gedirdi? Ayağı şikəst adam, sürünə-sürünə. Sürünə-sürünə gedirdi. Aşura gecəsi gəlib çatdıra bildi özünü. Tarixdir bu. Sürünə-sürünə yolu gəldi Aşura gecəsi. İmam Hüseyin deyib, baxdı, Həzrəti İmam Hüseyin Əli Əkbərə baxdı, dedi, oğlum qonağımız var. Buna xüsusi diqqət elədi. Həzrəti Əli Əkbərlə çıxdılar, gördülər ki, bu sürünə-sürünə Küfədən gəlib. Sürünə-sürünə, yəni şikəst, bilmirəm hansı halda da, yəni normal halda yox. Hansı eşqlə gəlib? İmam ona baxdı, dedi ki, sən niyə gəlmirsən? Sənin vəzifən deyil. Birinci nə olur, sözü birinci nə olur? İmam deyir, sənin vəzifən deyil. Deyir, ağa, xahiş edirəm, canım sənə qurban olsun, məni qovma, mənə get demə. Məni uzaqlaşdırma. Mən də nəsə eləyim, dedi, oturub ox ata bilərəm ki. Oturdu da, atdı da.
cihad hökmünə gəlməmişlər. Cihad hökmü götürüldü Aşura gecəsi. Başa düşürsünüz? Götürüldü, onların boynunda vacib cihad hökmü yox idi. Götürüldü, dedi, azadsız. Bu Hüseyn kimdir ki, aləm hamı pərvanəsidir, divanəsidir. Bu Hüseyn kimdir, doğrudan da, bax bu şəkilə salır insanı. Qasım da o şəxslərdəndir ki, Hüseyn vasitəsilə dirilib. Aşura gecəsi hamı şad idi. Həyat sevinci dadırdılar. Hamısı dirilmişdi. İnsani həyatla dirilmişdilər. Hamı şad idi, Qasım narahat. Deyirlər ki, Qasım oturub, dizlərin qucaqlayıb bir küncdə oturub, sahabələr bayram eləyir, bu qəmlidir, fikrə dalıb, 13 yaşı var, İmam Həsənin də oğludur. Vacib deyil ağlamaq, vacib deyil. Düzdür deyir, bir damcı göz yaşı çıxsa, hər şeydən paklanır insan. Hüseynin göz yaşı iksirdir, möcüzəvi təsiri var insanda. Amma mənim məqsədim ağlatmaq deyil. Deyir, oturub dizlərini qucaqlayıb, qəmgin oturub. Deyirlər, Qasım, niyə narahatsan? Deyir, sözümü əmmə deyəcəm. Gəlir, deyir, canlanlası səhnələrdir bunlar. Adam danışa-danışa özünü təsəvvür ediyor orada. Deyir, gəlir, yavaş-yavaş İmam Hüseyin oturub, keçir bir kücdə oturur, ədəblə başını aşağı salır. O qədər ədəblidir ki, danışa bilmir. İmam Hüseyin də ki, o qədər mehriban adamın, biri mehriban olanda ədəbli adam daha da özünü yığışdırır. Ədəblə oturur, başını aşağı salır. İmam deyir ki, bala, nəsə sözüm var elə bil. Deyir ki, bəs siz ki, buyurdunuz, sabah hamı şəhid olacaq. Mənim ürəyimdə bir narahatçılıq yarandı ki, bu yaşlı adamlara aiddir, yoxsa biz cavanlara da. İmam Hüseyin əleyhissalam istəyir ki, hamı Qasımını tanısın. Ki, Qasım kimdir? Ona sual verir ki, keyfəl mavtə indək. Hələ əvvəl sən de görüm, ölümə münasibətin necədir? Ölüm sənin yanında nədir, sənin nəzərində? Cavab verir ki, əhla minəl əsəl. Haqq yolunda olan insan, həyatı tam dadan insan üçün şəhadət baldan da şirindir. Qasımın mərifəti. İmam ağlayır, deyir ki, sən ağır bir bəlaya düçar olandan sonra şəhid olacaqsan. Qasımın halı dəyişir. O İmam Hüseynin yanında yaşayıb, istəyir artıq həyat darlıq eləyir, şəhadət istəyir. İstəyir ruhu pərvaz eləsin həyatın növbəti mərhələsinə. Səhəri gün ən ağrılı səhnələrindən biridir. Səhnəsi desəm yalan olar, Kərbəlanın. Qasımla İmam Hüseynin vidası. Mən bilmirəm İmam Hüseyin niyə israrla icazə vermirdi ona. Belə oldu, vaxt deyir, gəlir, dayanır, bunu mötəbər tarix yazıb, gəlir, dayanır yenə İmam Hüseynin yanında, yenə başını aşağı salıb, növbə çatıb buna. İmam da ki, görməməzliyə vurur özünü. Adam görərək birini görməməzliyə vurar. Gözünü ondan qaçırdır, nəsə başqa işlə məşğul olur. Bu da düşür imamın dalıca. İmam da istəyir uzatsın. Ona danışmaq fürsəti vermir hələ. Görməməzliyə vurur özünü. Birdən gəlir, deyir, əmizan, sənə fəda olun. İcazə verirsiniz, mən də gedim. İmam yox deyir ona. Əli Əkbərə dərhal deyir, get, dərhal öz oğluna. Qasımə deyir ki, yox. Deyir, yox deyəndə uşaq tez əyilir, əlindən öpür. Yıxılır, ayaqlarından öpür. Ayaqlarından öpəndə imam onu qaldırır və deyirlər ki, qucaqlaşırlar ikisi. Yazırlar ki, bir-birinin ağuşuna alırlar, İmam Hüseyin qardaşının balasını qucaqlayır və buraxmır sinəsindən. Uşaq da onu, mən bunu inşallah məqtəlini oxuyacam gələcəkdə sizə inşallah. Deyir ki, bihuş olurlar ikisi də, halsız olurlar. Axırı güclə əmisinin qolundan çıxır gedir. Belə yazırlar, bax. Yazırlar ki, Qasım
Meydana gələndə belə yazırlar. 14 gecəlik ay kimi bir cavan oğlan, çox nurani və gözəl, çıxdı meydana. Zireh yoxdur əynində, cavandır, zireh tapa bilməyiblər. Zirehsiz döyüşə getmək də ağırdır. Dəmir dəbilqə, zireh yoxdur. Əmmamə ilə gəlib və adi paltarla. Çıxdı meydana, dedi, mən Həsən oğlu Qasiməm. Məni tanıyan tanısın, tanıyan tanıyır, tanımayan bilsin. Mən Həsən oğlu Qasiməm. O kəs ki, onu susuz öldürməyə hazırlaşırsınız, o mənim əmim Hüseyndir. Hüseyn ibn Əlidir. Rəcəz oxudu, atıldı meydana. Çox da şücaətlə vuruşdu. Bunlar Qasimi görəndə xüsusi nifrət yarandı bunlarda. Bilirsiniz, yəni namərd adamda bir xüsusiyyət var. Birində bir şey görür ki, özündə yoxdur, əsəbləşir. Bunlar gördü ki, 13-14 yaşlı bir cavanda belə bir keyfiyyət, tam diri bir insan, tam fədakarlıq ruhiyyəsi, özləri ki, bunun tam əksidir, qəzəbdən töküldülər üstünə. Deyirlər ki, bəlkə bir 100 nəfər hücum elədi, əhatə elədi. Bədəndə də zireh olmaya, yaranı yara üstündən vururlar, heç nə eləməyib Qasim olaraq. Yaranı yara üstündən vururlar, yaralar dərinə işləyir. Birdən Əmican belə çağırdı. Dedi, Əmican, İmam Hüseyn eşitdi ki, Qasimin səsi ucaldı. Şeyx Əbdülkərim Hayri deyirdi məddaha ki, mənim olan məclisdə Qasim rozası oxuma taqətim yoxdur. Biraz mərifət istəyir bunu ağlamaq. Deyir, gəldi İmam Hüseyn, sürətlə özünü çatdırdı Qasimin başının üstünə. Deyir, İmam Hüseyni gördülər, o qədər qəzəblə gəldi ki, hamısı qaçdılar. Toz qalxdı, deyir, hamı qaçdı. Birdən toz yatanda gördülər, o adamsız və tənha, qərib İmam Hüseyn qardaşının balasının başını alıb qoyub dizinin üstünə. Heç kəs yoxdur, ikisidir. Deyir, uşaq başa İmam Hüseynin dizinin üstündə, əmi çağırır, deyir ki, bax bu İmam Hüseynin sözüdür, eynidir, mənim qardaşımın balası, əmin üçün çox ağırdır, sən çağırasan, əlimdən bir şey gəlməyə. Uşaq biraz ağlayır, ata deyir, indi düzələr. Görəndə ki, heç eləyə bilmir, hamımız, çoxumuz atayıq da, necə olar? İmam Hüseyin deyir ki, mənim üçün çox ağırdır ki, sənə kömək eləyə bilmirəm. O halda deyir, qucağında can verir. İmam Hüseynin bir belə aparır, bax, mənə təsir eləyənsə, deyir, alır qucağına, aparır Qasimi taqətsizdir deyə, ayaqları yerlə sürünə cənazəni aparır xeymələrə. Qucaqlayıb onu aparır. Bir dənə də İmam Hüseynin yetim oğlu var, 9 yaşında Abdullahdır. İmam Hüseyin Qasimə razı deyildi, indi bu gəlib ki, əmin, mən səndən ayrıla bilmərəm. Mən də sənin yolunda şəhid olmaq istəyirəm. Mən sizə mötəbər tarixi elə bilin ki, üzündən oxuyuram. Deyir ki, tez baxır xanım Zeynəbə, deyir, bazı Zeynəb, bunun əlindən tut, imkan vermə meydana gəlsin, razı deyiləm. Qoyma bu gəlsin. Xanım Zeynəb tutur o uşağın əlindən, deyir, buraxmır. Bunun da gözü qalıb İmam Hüseynin yanında. Təlli Zeynəbiyyəni görmüsünüz, oradan xanım Zeynəb qətligaha baxırdı. Nə ürək var idi Zeynəbdə, mən bilmirəm. Görür, ərəblərin bir çirkin adəti var idi, heyvanı ovlayanda tədricən öldürərdilər. Biri bir dənə ox atardı, çəkilərdi kənara. Biri bir dənə zərbə vurardı, çəkilərdi kənara. Peyğəmbər gəldi, dedi, bu ov növünü qadağan edirəm sizə, belə ov eləmək olmaz. Gör, bunlar nə qədər namərd idi ki, Peyğəmbərin balasını bu üsulla şəhadətə çatdırdılar. Zeynəb baxır, deyir, biri gəlir, oxu vurur, təsəvvür eləyin bacının halını. Çəkilir qırağa. Birazdan biri gəlir, nizə vurur, çəkilir qırağa. Zeynəb baxır, deyir, neyinirsiniz orada? Dağ çəkilir sinəsinə, Abdullahın əlindən tutub. Deyir, birdən Zeynəb dözmür, əlini qaldırır başına vurmağa. Əlini başına qaldıranda uşaq qaçır. Vallah la ufariqu ammi, and olsun Allaha əmimdən ayrılmaram. Deyir, gəlir, salır özünü İmam Hüseynin bədəninin üstünə, ağa gözün açır, deyir, sən niyə gəldin? Deyir, əmi, dözə bilmirəm sənsiz, qala bilmirəm sənsiz. Bir nəfər o namərdlərdən yaxınlaşır, Hüseynin əzəmətinə bax, axırıncı imtihanıdır. Allah axır nəfəsinə əl çəkmir. Can verən məqamda. Gəlir o namərd
Uşaq başa düşmür. Uşaq elə bilir ki, gəlib onun qolundan tutub xeymələrə, çadırlara aparmağa. O namərdi görəndə deyir, mən xeyməyə getmirəm. Xeyməyə getmirəm deyəndə bu qılıncı çıxardır. İmam Hüseyni vuranda bu qolun verir qabağına. Qolu düşür, deyir, va umma, ay ana, belə çağırır. Bilmirəm, öz anasını çağırır, ya anası Fatimə-i Zəhranın. Oxşarlığı var. Va ummah deyir. Deyir, uşaq ağrıdan sızıldayır. İmam Hüseyin zəif səslə deyir ki, səbr elə az qalıb, səbr elə az qalıb. Biraz da döz az qalıb. Əla lənətullah, ələl qavmiz zalimin.